Kiyevdə dron və raket qalıqları yaşayış əraziləri və anbarlara düşüb. Ukrayna rəsmilərinin məlumatına görə bir neçə yerdə yanğın baş verib. Xəsarət alanlar var. Xerson və Xarkovda dron zərbəsi nəticəsində 2 nəfər həlak olub. Kramatorskda isə 7 aviasiya bombası atılıb. 16 çoxmənzilli yaşayış evinə ziyan dəyib. 2 nəfərin xəsarət aldığı bildirilir. Krivoy Rogda sənaye obyektinə zərbə nəticəsində 2 nəfərin, Zaporojyeda isə 3 nəfərin yaralandığı açıqlanıb. Ukrayna isə Rusiyanın Orenburg və Ufa şəhərlərində Azon şirkətinin logistika obyektlərini hədəfə alıb. Şirkətin açıqlamasına görə əməkdaşlar təxliyə olunub. İlkin məlumata əsasən xəsarət alan olmayıb. Ufadakı kompleks isə zədələnib və ərazinin yoxlanılması məqsədi ilə hələlik fəaliyyətini dayandırıb. Bu arada Rusiya Xarici İşlər Nazirliyi Böyük Britaniya və Fransanın Ukraynaya hərbi dəstəyini tənqid edib. Nazirliyin nümayəndəsi Mariya Zakharova Londonun Kiyevə uzaq mənzilli raket imkanları və texnologiya verməsinin münaqişəni daha da gərginləşdirdiyini bildirib. Хочу отдельно отметить деструктивную роль подогревания этого самого. Fransa, Böyük Britaniya və Almaniyanın Ukrayna böhranının dərinləşməsində dağıdıcı rol oynadığını xüsusi qeyd etmək istəyirəm. Almaniya Avropanın ən güclü ordusunu yaratmaqdan danışır. Fransa və Böyük Britaniya isə Ukraynaya hərbi texnologiyaların ötürülməsini genişləndirir. Böyük Britaniya artıq Ukraynaya uzun mənzilli zərbə imkanları verib. London həmçinin Kiyevə Storm Shadow raketlərini Ukraynada istehsal etmək üçün lazım olan texniki məlumatları təqdim edib. Лондона и подтвердил, что британская сторона